Orxan, səndə bu BYD-dən qabaq hər halda maşın olub və indi də var paralel olaraq. Bəli. Danış görüm maşın sürmək hansı maşın sahibləri olmusan o tər baxımdan təcrübən? Birinci maşın 96-cı ilin Sonatası olub. Yanvar ayının 17-si. Ha. Deməli 96-cı ildə yox ha. 96-cı Sonatası. Məndə olub ondan. Məndə olub. 2 motor mexanik. Ha, məndə avtomat olub, dedim mexanika qədər. Mexanik olub. Ondan sonra gəlib sadə maşındır, olduqca. Çox. Heç nə yoxdur. Çox yumuşaq. Hə, heç nə yoxdur. Bir də kondisioneri var. O da varsa var idi ha. Kondisioner var, bir də şüşə qaldırıcı var. Başqa heç bir funksiyası yoxdur maşının. Sonra oldu Priora 2012-dən 2020-yə kimi. Priora sürmüşəm. 8 il sürmüşəm. 8 il. Sovet maşını sürmüşəm, rus maşını beləliklə. Sürmüşəm onu. Ondan sonra Prius 2020-2025. Prius dövrü başladı artıq. Ölkəmizdə Prius dövrü başladı. Məndə də olub o dövrdə Prius. Biz çox maşınları eyni sürmüşük. Amma sənə deyim ki, Prius da başqa bir maşındır ya. Tam başqa. Genişliyi, rahatçılığı, komfortu. Prioradan düşüb Priusa mindin. Prioradan əslində il olaraq düşdüm aşağı. Yox, yəni ki, hansı maşından hansı maşına keçmişsən? Hə, Prioradan Priusa. Yox, bu xeyli üstünlükdür. Bəli. Yapon texnologiyası, hibriddir. Nə qədər funksiyası var idi Priusda. Ondan sonra da 2025-dən də bu gördüyünüz BYD. BYD. Maşın haqqında qısa məlumat ver də. Bu maşının modeli necə gedir dəqiq, yəni texniki xarakteristikalara əsas. Bu idi, yəni BYD deyək. BYD deyək. Hə, BYD Build Your Dreams deməkdir. Öz xəyallarını qur. Bəli, markanın açıqlaması belədir. Markanın açıqlaması. Yəni, o internetdə oxuduğunuz sözlər deyil də, o bəyin yaxın dostları falan, yəni o deyil yəni. Bakı yollarına dəzimli. O da var. Aha, başqa nə? Folklor var. Yox, o ilə bitir məncə. 1.5 mühərrik əladır. Çox gözəl. Hə. Plug-in hibrid ən vacib xüsusiyyətlərdən biri kitabçasında yazılan bu avtomobilləri həftədə bir dəfə minimum şarj olunmalıdır. Hə, o şarj məsələsinə ələ çatmaq istəyirəm, amma sadəcə əvvəlki o mühərrik nə mühərrikdir? Əmin olun destroyerlərdə, Gimpasda olan mühərrikdir? Xeyr. Artıq mühərrik dəyişib. Bəli. Ona görə də destroyer bu 2025-dən başlayıb istehsala. Bəli. 2025-dən başladı. Təzə modeldir. Lap təzə modeldir. Destroyerlar misal üçün 92 oktan benzində işləyirdi. Pis yaxşı işləyirdi. Bunlarda 92 yazılsa da daha çox 95-ə meyllidir. Həm də ki mühərrik yeni nəsildirsə, əgər o artıq Avro standartları. Baxmayaraq ki turbo deyil, bir şey deyil. Sadə motordur, sadə atmosfer mühərrikdir. Sadəcə olaraq bunun istədiyi 95-dir. 92-ni vuranda orada müəyyən səslər deyilərdi. Var. Amma bu onu şeydən çıxarmır ki, bu büdcəli, qənaətli maşının anlayışından çıxarmırmı? Əslində hər gün şarja qoyan adam üçün çıxartmır. Amma yox, şarja taxmayan adam üçün təbii ki, ortada 45 qəpidir, nə qədər fərq var 92 ilə. Və çox sürən maşın adam üçün. Çox sürən maşın üçün, bəli, bu təbii ki,